Zahirən səhv eləməsəm Kəhf surəsinin 7-ci ayəsində özü deyir ki, Allah deyir ki, dünyada hər nə yaratmışam, bu dünyanın gözəlliyidir. Bu dünya üçün gözəlliyidir. Amma müminin gözəlliyi budur ki, Allah buyurur ki, mən mümin üçün gözəlliyi iman qərar vermişəm. Amma baxmayaraq ki, dünyanın gözəlliyidir, ondan istifadə eləmək heç nədə haram deyil. Hətta Allah Quranda bizim Peyğəmbərə deyir ki, sənə halal olan şeyləri özü haram eləmə. Amma dünya deyiləndə nəzərdə nə tutulur? Məsələn, dağ, daş, dərə, bizim yediyimiz qidalar yox. İki dənə yaxşı rəy var və gözəl rəylərdən biridir. Biri budur ki, dünya deyəndə o ki, sənlə Allahın arasında fasilə salır. Yəni bir şeylər ki, sən namaz qılmağa qoymur, oruç tutmağa qoymur, ibadət eləməyə qoymur, yaxşılıq eləməyə qoymur, mərhəmət hissi səndən nədir? Azaldır. Bir dünya budur. Bir də bir dünyanın mənası budur ki, o şeylər ki, səni günaha vadar edir. O şeylər ki, səni günaha vadar edir. Məsələn, insanların ahirətə inanmamaq cəhətlərindən biri budur ki, onlar dünyada başlayacaqlar, biz gördüyümüz maddi aləmlər ən yüksək dərəcədə bəhrələnməyə çalışacaqlar və bu da günaha səbəb olacaq. Necə? Məsələn, hər nə yaxşı var, istəyəcək ondan istifadə edir, halal haram gözləməyəcək.